Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 8-də Qlobal İnfrastruktur İnvestisiya İdarəetmə Şirkəti Global Infrastructure Partners'in təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Agunlesini qəbul edib. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə Global Infrastructure Partners şirkəti arasında formalaşan tərəfdaşlığı yüksək qiymətləndirərək fondun şirkətlə birgə İtalo sürətli dəmir yolu operatoru və London Gatwick hava limanı üzrə həyata keçirdiyi investisiyaların uğurlu əməkdaşlıq nümunələri olduğunu dedi. Ölkəmizin uzun müddətli inkişaf strategiyasına toxunan dövlətimizin başçısı bu xüsusda Global Infrastructure Partners ilə tərəfdaşlığın əhəmiyyətini vurğuladı. Adebayo Agunlesi Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə əməkdaşlığın səmərəli nəticələr verdiyini deyərək, şirkətin idarə etdiyi fondlara yatırdığı sərmayələrin iki qurum arasında etibarlı tərəfdaşlıq modeli formalaşdırdığını bildirdi. Qonaq rəhbərlik etdiyi şirkətin hava limanlarının logistika və nəqliyyat dəhlizlərinin optimallaşdırılması, enerji, o cümlədən bərpa olunan enerji üzrə beynəlxalq təcrübəyə malik olduğunu vurğulayaraq, enerji keçidi, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində Azərbaycanla əməkdaşlıqdan marağını ifadə edib. Görüşdə şirkətin müxtəlif infrastruktur istiqamətlərində həyata keçirdiyi layihələr, qlobal enerji keçidi fonunda formalaşan yeni tendensiyalarla bağlı fikir mübadiləsi aparıldı. Süni intellekt texnologiyalarının tətbiqi üzrə beynəlxalq təşəbbüslərdə əməkdaşlıq məsələləri müzakirə olundu. Qeyd edək ki, 2006-cı ildə yaradılan və 2024-cü ildə dünyanın ən böyük fəal idarəetmə şirkəti olan BlackRock tərəfindən satın alınan Global Infrastructure Partners hazırda təxminən 189 milyard Amerika Birləşmiş Ştatları dolları məbləğində aktivləri idarə edir. BlackRock isə hazırda təxminən 14 trilyon Amerika Birləşmiş Ştatları dollarına yaxın həcmdə aktivləri idarə etməklə qlobal investisiya bazarında aparıcı mövqeyini qoruyur.